Texniki qulluqla biz işimizi bitirdik, amma bunda dayanmaq olmaz. Belə bir avtomobilə hər tərəfli qulluq etmək lazımdır və 5 il avtomobil sürülmədikdən sonra rəngi təzələnməlidir, salonu yenidən üzlənməlidir. Bir çox cüzi cızıqları, batıqları var, bu normaldır. Avtomobil qəzada olmayıb, ideal vəziyyətdədir. Onu texniki baxışdan keçirəndə də bizə dedilər, amma kosmetik cəhətdən həm 25 yaşı var, həm də ki 5 il məndən ayrı qalıb və təəssüf ki ona yaxşı baxmayıblar və bir çox kosmetik işi yığılıb. Ön və arxa işıqların cilalanma prosesindən sonra Azartda gördüyüm və Azartın mənə texniki, mexaniki işlər gördürmək üçün tövsiyə etdiyi ustanın işindən sonra da çox razı qaldığım üçün düşündüm ki, bu avtomobilin kosmetik işlərini də məhz Azarda etibar edə bilərəm. Həm də məni öz işləri ilə tanış etdilər. Çox peşəkar, çox gözəl işlər görürlər. Və mən düşünürəm ki, əgər biz artıq kosmetik işlərə belə fundamental yanaşırıqsa, maşın tam rənglənsin, onun mövcud olan batıqlar, cızıqlar hamısı aradan qaldırılacaq əlbəttə ki. Bəzi yerlərdə nəmişlik olan bir yerdə durduğu üçün biraz pas əmələ gəlib, qorxulu bir şey deyil, onu da biz aradan qaldıracağıq boyan prosesindən öncə. Amma boyası eyni qalacaq, rəngi eyni qalacaq, çünki bu rəngi mən çox sevirəm və məncə bu rəng qalmalıdır. Amma interyerdə, salonda bəzi dəyişikliklər olacaq. Və əlbəttə ki, salonda məncə daha biraz kreativlik işlədə bilərik. Qara artıq məncə biraz köhnədə qalıb, biraz rəngini açmaq istəyirəm salonun. Ona görə gəlin bir yerdə fikirləşək. Siz nə düşünürsünüz? Salonu hansı rəngdə? 1 ton mu eləyim, 2 ton mu eləyim, bəlkə 3 ton kimsə təklif eləyə bilər. Maraqlı rəng çalarları və də dizayn əgər fikirləriniz varsa, şərhlərdə yazın, mənə çox maraqlıdır. Bu arada disklərin də mən rəngini düşünürəm ki, dəyişək, çünki onları da biraz aça bilərik və avtomobili də ümumi görüşündə açacaq. Belə, izləmədə qalın, layihəyə biz başlayırıq. İndi Azartın rəhbəri Arif bəylə də sizi tanış edəcəm. O da öz fikirlərini bölüşsün. Bu çox maraqlı bir layihə olacaq. Klasik Porsche 911 yeni nəfəs ona birlikdə verəcəyik. Və dediyim kimi sizi Azart Tuning şirkətinin rəhbəri ilə Arif bəylə tanış etmək istəyirəm və xahiş edərdim ki, Arif bəy Azart Tuning haqqında və bu maşına nə edəcək, o haqda qısa bir məlumat verərdiniz. Hər kəsə salamlar dostlar. Bildiyiniz qədər Azart Tuning 2008-ci ildən fəaliyyət göstərir və çox bir tuning proyektlərdə Azərbaycanda ən üst pillədə olub. Və bugünkü gündə bu unikal bir avtomobildir, hansı ki Azərbaycanda yoxdur və təkdir öz potensialında. Və onu biz düşünürük ki, tamamilə dəyişək. Adnan bəyin sevdiyi bir markasıdır, hansı ki onu kimsəyə vermək istəmirdi, bizə verdi və biz onu tamamilə dəyişəcəyik tezliklə. Bildiyiniz qədər avtomobilin boyasında biraz problemlər var. Tamamilə onun boyasını yeniləyəcək və salon interyer və aksesuarlar dəyişiləcək. Demirik nə olacaq, çünki bu bir möhtəşəm bir proyektdir, hansı ki dünya izləməlidir bunu, yəni tək Azərbaycan yox. Ona görə izləyin, izləmədə qalın, çünki yeniliklərlə biz paylaşacağıq. Sizin də səhifənizdə, Bəli, bizim də səhifələrimizdə səhifələrimizi izləyin, çox maraqlı olacaq. Əsas follow atın.